sən İmam Əlini qəbul eləmirsən, sual verildi burada. Bu nə sualdır? Yəni bir müsəlmana belə sual verirlər, İmam Əlini qəbul edirsən. Yəni əlbəttə ki, yəni yer üzündə ümumiyyətcə İmam Əlini qəbul etməyən müsəlman var ki, yəni əlbəttə ki, hər bir müsəlman kimi biz də İmam Əlini qəbul eləyirik. Sadəcə İmam Əlini çox şişirtmirik bəziləri kimi. Yəni Allaha xas olan bir sifəti gətirib İmam Əliyə vermirik. Və yaxud da demirik ki, İmam Əli peyğəmbərlərdən üstündür bəziləri kimi. Yəni İmam Əlini Allah yerinə, Allah məqamına qoymuruq. Biz İmam Əlini qəbul edirik, imam kimi qəbul edirik. Bəli, imam olubdur. Peyğəmbərimizin, Muhammed peyğəmbərin sallallahu aleyhi və səlləmin ən çox sevdiyi sahabələrindən biri olubdur. Allah Rəsulunun qızının həyat yoldaşı olubdur. Həmçinin peyğəmbərimizin qohumu idi İmam Əli. Və peyğəmbərimizin cənnətlə müjdələdiyi 10 sahabədən biridir İmam Əli. Sağ ikən cənnətlə müjdələdiyi 10 sahabədən biridir. Allah ondan razı olsun. Yəni İmam Əlini qəbul edirik, imam kimi qəbul edirik. Yəni onu çox şişirtmirik. Yəni sevgidə